Tatarlar azatlık talep eteler. 400 yıllık Rus hakimiyetinin bütünlüğüler. Ana söylerge bilmirler çünkü anın Rus Demokratik Hareketi Tatarstan Respublikasının süverenliğini tanırga tilemi. Anın Tatar Rus dostluğu turundaki sözlerin bir kimde tınlarga tilemi. Kazan 11 iyun. Tatarstanda birinci prezident sayılarına bir gün kalganda. Tatarstan yerinde bildiğimiz uyda benim ebilerim babalarım şurada Tatarstan yerinde ötkenler. Uyan Tatar, yanı tekstli bırıngıcır, telini, medeniyetini kutkarırga çakru. İdil boyundaki Türkiye halk için cemaatçilik aldığında dulkunlanımın kürsətü, cırda tilge alıngan izgi davanı yaklav, günü gelmegen körünüş. Bu, üzgertip kırı hem haberdarlık arkasındagına mümkün buldu. Bir yazıcı hanım üzünün bigrekte radikal talepleri bilen dikkatini celibite. Suveren devlet yeyse ölüm. 14 günlük açlık protesti kürsətkeniçe talep ciddi. Mastakülem demonstrasyada anın selametliği bilen kızıksını. Selametlik gündəligi 26 may 91 yıl. Güçlü halsizlik, baş eğlenüvi, ten temperatürası 32 Kürşi regionlardaki Tatarlar, Ruslarının hakimdarlığına karşı protestka solidarlık bildirirler. И за нашу независимость, которая была уничтожена в 1552 году. Вот это моя акция против всяких империй, и империи российской, и другой империи. Мы с декларацией своей доказали, что Татарстан независимая республика, независимое государство, такое же, как и российские государства. И я намерена своим требованиям идти до конца. Korkutu tırışlıkları suverenlikka antılışını tuktata almıyor. Kazanda KGB karşında Tatar içtimai üzegi. Gündeş, lakin beysizlikni yaklavçı türkümlerini birleştirgen uyuşma. Я со всей серьезностью говорю. Со всей серьезностью с нами шутить нельзя. Мы пока ведем спокойную борьбу. Нас не могут обвинить в экстремизме. Татары никогда не соглашались с своим положением как колония. Как известно, татары имели еще свою государственность, начиная с VI века, можно сказать. Булгарское государство, булгарское великое государство, Казанское ханство, затем Сибирское татарское ханство, Астраханское татарское ханство, Крымское ханство. И даже внутри России было татарское ханство Касымское. И федерация – это объединение суверенных республик. А в этой федерации нет субъекта России, русского государства нет. Так, русского государства нет, без согласия создали Российскую Федерацию, и нам думается, что суверенная наша соседняя республика, Российская Федерация, они должны здесь подумать. Борьба никогда не прекращалась, идет, это в душе народа сохранилось все это дело, и вот Фаузия Байрамова наиболее ярко выражает все эти чаяния народа, видимо, потому, что, во-первых, она женщина, во-вторых, она писательница. Ну, все писатели они должны быть выражением души народа. Antikommunistik hem İslamiyatlı İttifak Partisi bundan 2 yıllık düzülgen. Bütün sayızda Türkelgen 500 azasıgına bulsa da, Tatarlar yaşayan her orunda anın taraftarları köp. Tatarstanda ile partiler turunda kanun bulmaganlıktan, barısı da cemaatçili yardımçılar. Çünkü onda bir iletişim aparatını bir televizyon patatı. Etimle Mongoliyaga barıp letkеш, o vaqtda mena 25 yaş idi.
Мен халыкларның шушылай итеп рәхимсез рәвештә милләтләргә бүленгәнлеген беренче тапкыр маңгаем белән килеп бәрелдем. Һәм анда барган русларның монголлар үстенә ничек мыскыл иткәннәрен күрдем. Әйтик, монголлар кибеткә кирип басалармы, клубка килеп басалармы, руслар аларны һәр җирдән мыскыллап куалар иде. Бик төрле аларга ярлыклар тагалар иде. Һәм шушында барган татарларны да, эшкә барган татарларны да сез менә монголлар белән бөтенегез бер төсле, сез шундый халык дип мыскыл итәләр иде. Менә мин шушында Монголиядә беренче тапкыр монголларның җәберләнгәннәрен күреп руслар тарафыннан уйлана башладым. Ни өчен хәтта шушында шушы җиргә акча эшләү өчен килгән руслар ни өчен монголлар өстенә байтып мыскыл итәләр? Кешенең иленә килеп, шуннан тукталып әйтәм, бу минем илемдә шул хәл бит. Бу Татарстанда да безгә кайчандыр килгән, безне басып алган руслар шушы ук сәясәтне алып баралар. Сайлау округында мәшһүр булган Фәвзия Байрама вәгъдәсен үтәргә депутат буларак регуляр рәвештә сайлаучыларның сорауларына җавап бирергә тели. Аннан башка фактор күрсәтелә. Киләчәк турында Мәскәүгә бер дә охшап бетмәгән фикерләр әйтелә. Сез күреп торасызdır, Советлар Союзы без күпме генә теләсәк тә, күпме генә бергәләнсәк тә, әкренләп таркалуга бара. Ул чит-читләренә инде кителде. Прибалтика ул бездән китәчәк, Кавказ республикалары китәчәк, алар шуңа таба бара. Һәм bir gün җитер, Урта Азия республикалары да Türkistan Республикасы булып чыгып китәчәкләр. Моны хәзер бөтен чит илләр яза. Tatar millətçiləri üçün Boris Yeltsin bir də reformaçı siyasətçi tügel. Ol öz vaxtında patşa kebək bölünməz vatan turunda söyləyevçi Rus prezidenti. Anın taraftarları da Tatarstanda Ruslar halkının 43%'ını təşkil etselər də şuluq fikirdələr. Tatarlar 48%'ını təşkil etələr. Почему Казахстан не имеет, почему Туркмения имеет, почему Прибалтика имеет? Тогда расформируйте Прибалтику, расформируйте вот это. Армения расформируйте, почему нельзя? Ən yaş işitilgən cavab bu. Tataristan Rusiyada, Baltıklar həm Kafkazlar Sovetlar Birliğinin qırıyında. Veteranlar da şuluq fikirdə, alar Sovetlar Birliğinin tarqalığı üçün Gorbaçovnu, həm Bayramov'un İttifak Partisi gibi milli dünyada ezərgə tırışqan Kompartiyini qayıblilər. Hələ də Məskəv tarafından yönəliş birilgən mətbuatda da Tatarstan Kompartiya жетекçilgən millətçi kişilər bəruq dərəcədə qayıblənə. Дело в том, что очень осторожно русскоязычное население относится к этому итифаку, поскольку на память у всех событий в Баку, в Нагорном Карабахе, а лозунги приблизительно те же самые. Тут очень интересная деталь происходит такая, что вот сейчас суверенитет объявил, Татарстан суверенитет объявил, но он был объявлен вне Конституции, антиконституционно был объявлен. Это во-первых. Во-вторых, он был на волне антироссийской. А в принципе, эту волну антироссийскую, эту волну подняло партийное руководство. Потому что это не против России было, а против Ельцина. 50 Tatarça nəslər tıyılğan milli avazlar izolasiyaləngən idi. Məskəvnin hazır tıyılğan Kompartiya bölündəki ideologları etnik konfliktini buldurmaq üçün vasitəçi funksiyasının iddialılarını aşanalar. У нас главная сложность заключается в том, чтобы найти консенсус между татарами и русскими. Вот это проблема. И здесь лежит исторический груз и определенные стереотипы, поскольку ясно, что русские привыкли к великой державе, единой, неделимой и цельной, а татары всю жизнь стремились к свободе и часто и независимости, которую они понимают эту свободу как независимость. Вот и здесь бывает, что иногда мнения оказываются противоположные. Вот чтобы их согласовать, чтобы законы отвечали интересам основных групп и русских, и татар, вот в этом сложность. Вся, так сказать, драма нашей жизни заключается именно в этом. Халыкның таралышы, яшел төс нигездә авыл җирләрендә яшәүче татарлар, Сары, İdil һәм Кама буендагы шәһәрләрдә яшәүче руслар өчен. Киңәш сорап килүчеләр шуны белергә телиләр. Мәскәүдән күрсәтмә китәргәме, әллә инициатива күрсәтергәме? Президент киңәшчесенең бүлмәсендә Ленин түгел, ә Hegel. Kompartiya ideologu барлык Türkiyalıklarının Suveren Sovet Respublikasında birləşülərin görürgə tiləyən, demokratik həm milli kommunizmini yaxlagan Stalin qurbanı Sultan Qaliyev istəliginin Tataristan başqalasında unutulmağına erişdi.
Köpçilikni uruslar təşkil etken Kazanda iki tillik tələbi də yana həm günü gelmegen bir görünüş. Başqalada ictimai turmuşda Rusça üstünlük ite. Köplər anda tutalışlarının tatar cisimlərinin buluğunda bilmirlər idi. Bir milyonluq şəhərinin mərkəzində Uram isimləri üz vaxtında hürmət edilgən texnik okutucu nemislərini xatırladı. İnsan bularaq nemis tuğuş əsirləri Kazanda Turak yurtları həm milli teatr binasını salgan bulganlar. Anın repertuarı Rusça, tatarlar için yana nərsə artqı yurtdagi sahne. Мен сені дүния бітіріп іздеп берем. Меңа сенің ердемің бик керек. Şuşa əsər Stalin kommunistləri akıldan yazdırtkan tatar şairi Taktaş'ın yazmışı turunda. Ярый, бүгін мені түрмеге отыртырсың, ертегі аны. Rejissor intrigam xıyanət turundagi sahnelərinin dramatikrak bulğun, Şuşa dahinin ulçaqda necik cəbirləngan bulğun açıqrak sürətlər gətliyik. Toxtaş, мен сені дүния бітіріп іздеп берем. Сеңа менің ердемің бик керек. Niçin biz onu aldık bugün? Taktaş hem bugünkü zamana. Çünkü ul bugün de bizning alda baruvchi şairlerinin birisi. Ul bugün de aktual, ul bugün de şahıs, bugün de kurashchi. Studiya o'zining 4-chi sezonun Fevziya Bayramovning Atalgan Yıldız isimli drama bilan tamamladı. Avtor Kazan Devlet Tiyatrında üz əsərlərinin sahnəyə qoyulmayı bilən kilişkən kebek. Lakin Tataristanda tin hüquqlu bulğun tləgən tatar tilinin diskriminasiyalənə bilən rıza tügel. Əligəcə bik az gimnaziyam orta məktəbdə dərslər tatar çalıb barıla. Marif Ministri məsləni bilgən xizmətkərlərlə tanışdırıla. Şayartıb, alar alternativ hökumət bula bilədi bəytilər. Alternativ hökumət. Biraz ғана біздің мәғарif системасы бойынша біздің кеңесші сәйбірлеріміз бар еді. Siyasətçi yuvatılar bilən kanal bulur gətləni. Üzünün tiləkləri turunda siləşir gətli. Tataristanda kiləcəkdə bir uqsanda orus həm tatar məktəbləri bulur gətiyiş. Minister için bu xiyal bulubdıra. Lakin üz vaxtında yaş revolüsyoner Lenin okuyan Kazan Universitetində iki tildəki leksiyalar kübrək bulacaq digən vadə birə. Kanikul səbəbli biz tatarçanı bu Kazan gimnazyumda geometri imtihanı vaxtındağını eşitdik. Tatarça okuturga hazır turgan okutucular jitmegəndə politik niyyət bildirlərinin birində faydası yox deyib biz qanlarga birdilər. Ruslar isə regiondan çitdə birində faydası yox deyib Şuşa egzotik tiline hüvumən kiri qağalar. Bu turularını kesken noktalarını iki noktalar deyip alamaz. Kübrək tatar okutucuları yetiştirmək üçün maddi mümkünliklər həm okutucular jetmir. Ondan başqa tatarlar üzləri yaxşıraq cihazlandırılған Rus məktəblərinə kirərgə tırışacaqlar deyib bildirirlər. Yuqarı oku yurtlarındakı qatilsizlik bilən də artıq kilişilmir. 1804-cü ildə açılған Kazan Universitetində tatarlar mınaçaqlı tik, orientalistika boyunca leksiyələrini ana tillərində tınlay alalar idi. Bundan sonra hukuk fakültetində də tatarça imtihan bir öyküz də tutular. Bina tapılmağanlıqdan milli türkümlər Lenin müzeyində ornaşqanlar. Bugünkü gündə bulub alğan görünüşlər komparti ideologlar üçün Kazandakı istəlik urunlarını məsxərə etib bulubdura. Tatarlar bilən Ruslar mında birində al-fikirsiz uçraşalar. Veteranlar hazır Sovetlər Birliğində nərslərinin bulalığına şaq qatalar. Uruslar az yaşayan avulcillərində də alarının tilində bilim alı məcburi. Tatarlar bunun bilən artıq kilişirgətləmilər. Sınqı parlament sayılarında mında birinci mərtəbə bir kompartiya başlığıcın ildi. Sabar oyunundan üzünün milli həm antikommunistik proqraması bilən Fevziya Bayramova saylandı. Şul vaxtdan beri deputat ayına bir mərtəbə saylavçıları bilən uçraşa.
Ol negizdə təminat problemalarını hal qılıq üçün yardım etərgə tırışa, yol salı turunda da qayğırda. Anarqa şəhərçikdə İslam mahəlləsi uyuşturulsun, həm dövlət tarafından tartıb alınğan məscid geri verilsin deyən tilək bildirirlər. Biz niçin müsəlmanlar bir xatının cidəkçi bulunmaq görək görələr deyib bilirgətliyiz. Mahallənin aksakalları Rusça anlamıyorlar. Nindi cavab bürü məsələsində politikaçının tatarça etkənlərin tiləb ortaqlaşalar. Deputatınızın xatın qız bolğanına necə qarıysınız deyin. Babaylardan mənə aytdınız indi bir neçə söz. Sizə ziyan gətirməyim, deputatınızın xatın qız boluğu deyin. Эви патшалы оламын. Вот сюда. У нас и раньше были царицы века. Tatar bilan evlənən şoferimiz Volodya Qıdırda hərbi xidmət ütəgəndə oruz bularaq üzünə Tatarstandagına qaraganda kimrək düşmanlıq kürsətilgən bulğunu aytdı. Татары тоже относятся к русским хорошо. У меня, например, все друзья татары. Мы с детских лет вместе выросли, друг друга помогали, и никогда мы не ссорились раньше. А ты, как русский, какое отношение ты имеешь, как ты понимаешь стремление татар к независимости, суверенитету? Я бы, конечно, не хотел, чтобы был такой суверенитет, чтобы была независимость. Так как Татария всю жизнь была в составе РСФСР, и жили мы неплохо, но я считаю, что независимость здесь не нужна. Так что я не считаю здесь абсолютно никакой национальной розни, национальной вражды. Прежде всего должно быть понимание между людьми. Lakin olurğa kirek. Bu bizim tarihi meşitimiz, 100 yıllık taş meşitimiz, bütün tire-yonğadanlıklı. Biz indi bulayda köp yıllar tüzdük. Anın binasında türlü kinolar kürsətüge de, türlü dinge qarşı çıkışlar yasalığa da tüzdüğümü. Lakin hazır şunday zamanlar zetdi, biz hazır bu meşitlerini kire Müslümanlara qaytarıp geri getiyişmiz. Malum bulğanca Lenin üçün din Afyuni'de. Manaralar cimrilib taşlanğan məscidlər Stalin çırında taşlandığı halda qaldırılğan idi. Hazır anda Dövlət Kitabxanası, Müslümanlar imza həm planlanğan tüzükləndirə üçün yığan əcəyalar. Oktyabr revolyusiyasına qədər Kazanda 16 məscid var idi. Əşhədü ən la iləhə illallah. Şunlansın birgənə məscid kommunistik terminologiya bilan aytganda işli idi. Tatarstanda müsəlmanlar ötə dindar tügillər. Fevziya Bayramova da fundamentalist tügil. Lakin ol İslami kurulmalar obyektlar şulsanda hazır bağlar bağçası etib kullanılğan Elekki Kur'an məktəbi binası kiri tapşırılıb birilərgə tecdib tələb etə. Dini yazmalar yanadan açıqdan-açıq satılar. Uzgan yılda 400 Tatar Məkkəyə haçqa kiti aldı. Hatta İslam Demokratik Partisi də Tatarstanda uyuşub yata. Dindarlar Fevziya Bayramovanı biqrək bir aktivliği üçün hürmətdələr. Uluzenin yaş taraftarları bilən dövlət tarafından 10 yıllar boyuna başqa maksat üçün faydalanılğan məscidini bilab aldı. Qarbaçov şəxsən məscidini müsəlmanlara geri birgən. Bayramovanın kiləcəkdə işləyəcək urunun divarlarında KPSS-nin 27-ci qurultayının şiarların əli də oqub bula. Bu məscid Şənbazarı məscidi deyib atala. Ol bundan 130 yıllar elek düzülgen, hem Tatarlar en tığız ornaşkan bir orunda turgan. Biri de Şənbazarı bulgan, karavan saraylarımız bulgan bu orunda, hem Tatar baylarının en hürmet etip yürü turgan mescitleri bile şu Şənbazarı mescidi bulgan. Lakin revolüsyodan soň bu mescidini hükümet öz koluna algan, biri de indi kitaphaneler de bulgan, skladlar da bulgan, taşlandık halde de yatkan. Hem mene aytganimçe bik ağırlık bilen bu mescidini yanadan qaytarıp aluğa eriş aldı. Allah'a şükür. İdilinin in kürkəm urnunda əfsanəvi Altın Ordanın taxtı bulğan deyib aytdılar.
Mongol ilbasarları bilen jingilgen Türkiyalıkların devleti şulay atalaydı. Bu burungu devletinin başkalası Bulgardan bir nersede kalmagan diyerlik. 14-cü asırda Rus askerleri anı cimrip taşlaganlar. Burungu babaları Bulgarlarının çeşek atkan çırına karıgan hikayelerin Ullu Süleyman'a bağışlagan. Bu çır Sovyet dersliklerinde tilge alınmıyor. Mene balalar, siz şehri Endi Altın Urdanın xanları, Üzak çağırın baskanlar, Günbattış Avropaga kadar sevdi hem diplomatik münasebet tutkanlar. Tata Cengiz Han'ın Suğuşcan kabilesiydi. Anın tik ismigin akala, Mongol cingüçilleri, Türkiyalıklar arasında erip gittiler. Bundan kiterge mecbur bulgan İdil boyu Bulgarların yazmışı da şunduyuk bula. Alar Balkanda, Slavlar arasında erip bittiler. Altın Urda Mongol hem Ruslarının basımına karşı tura almıyor. Hanlıklarga bölgelerini hem sıngarak, Meskev ekspansiyasının kurbanı bula. İslamның iň tönýakdagy forpostu bulgan dindar tatarlar için Bulgar harabeleri izgi urun bulup tura. Bir vakitlarını görläp turgan matur Bulgarını turguzu için restavrasiya planlangan. Bugünkü kinde Mongollarning da burungu babalar buluğu kirek agılmay. Bir tatar bilen yine bu hal kelip çıkmadı indi. Şuşu Sovet imperiyası yıllarında bik köp halıklar butaldı, bik köp kanlar butaldı. Genofond degen bik izgi düşünşebiz buzuldu. Lekin şuna karamastan bizning tatarlarını menge saklap kelgen hem menge saklayaşak bir nerse var. Ol bizning bik burungu medeniyetimiz. Min taң qabatlap aytам, biz Türkiye halklarının iň burungu bir vekilimiz tatar halkı. Ol bizning burungu medeniyetimiz, ol bizning jırlap turgan tilimiz. Ol bizning kanlarыбыз ясынган гөрүф гадәтләребез һәм ул безгә 1100 ел элек кабул итеп инде безнең аерылмас бер өлешебезгә әйләнгән ислам динебез саклап калынды. Менә без сезнең каршыгызда утырабыз икән, димәк татар халкы шушы дәрәҗәдә саклап калынган дигән сүз. Татарский историк, кто для тебя является героем? Әйт улым ханнарыбыз. Чыңгыз хан. Ruslarning üzlərinin pravoslav çirkevin məscid harabeləri üstündə salıları, həm şunda kabir taşlarında kullanıları kilgən tatarlarının açığın kabartı. Tatarlarının halıq cırlarında əçi yazmış çağıla, danlı ütkən səbəblə kimsitülər, mıskıllarlar iskət düşürülə. Rus hakimiyyətinə qarşı keç kullanının birinci işarələri, neft ütkərgəçi tuqtatıla, Kazanda nefret edilgən istəlik hücum yasalar. Этот памятник охраняется, есть причина, почему? Есть позапрошлом году был совершен поджог этого памятника. Şundan başlar, 1552-ci yılda Kazanını basıp algan, Tatar devlətin yukka çıgargan, Yavuz divanı için salıngan heykəl təvlik boyunca saklana. Bugün 400 yıl ütkəndən soň jingilgenlərinin anıqları endəşmiçə ütkəlgən marşlar bilən şuşu qaygılı vakiyəni iskə alalar. Tatarlarının sınğı Han bikəsi Suyum tunda spektakllər qoyula. Anın güzəlligin quyaş həm ayda künləşkən. Легенда боюнча, Сүйүмбикә Иван Грозныйга куша манара төзергә. Менә шушы манара ул сезнең алдыгызда. Һәм шушы манараны төзеп бетергәчтен Сүйүмбикә манара өстеннән ташлана. Tatarlarının milli büyü ansambli asılda mında proba ütkərgətləmədi. Çünki artqı planda Hanlar hakimlik etken hem İslam'nın yarım ayı yaltragan uğrunda Rus çirkevi körüne. Kazan Kremli, Meskevdeki Kremlini salgan arxitektor tarafından salıngan. Hem ol bugün Kazan'ın simvolu bulgan Suyumbike manarasına timegen. Kazan bir vakitlarını Patşa İmperiyasının gevheri,
Künçüğüşke açılgan terezesi Rus ilbasarlarının Aziyga açılgan kapkası bulgan. Bir vakitlarını gubernator sarayı bulgan binada iyun ayında sayılangan Tatarstan'ın prezidenti urnaşkan. Anın tüp maksatı Avtonomiya Respublikanın tulu suverenliği Rusiyadan ayrılıp çıkığı için Moskvada Yeltsin bilen süleşler alıp baru. Но мы не можем дальше соглашаться с тем, что очередной раз такая республика, как наша, останется ранжированным. Опять деление республик на первосортные и второсортные. Мы этим не можем согласиться. Почему? Потому что по уровню своего всестороннего потенциала Республика Татарстан должна стать полноправным учредителем Союза. Kazan ələgə tınış kimi görünə. Lakin Tatarlar Rusiya prezidenti Yeltsin federasiyanın üzərində tınışlıqını bozucuğa qarşı keç kullana bilədiyi bırçılalar. İqtisadi blokada qoyulacaq, hatta askeri keç kullanılacaq deyib qorxular. Tataristan Kuveyt'e qaraganda da kübrək nefti çıxargan deyib hesablana. Avtonomiya Respublikanın hesablavlarına qaraganda əligəcə 300 milyar dolarlıq nefti tapşırılgan. Regionga bundan fayda kilməgən. Moskva andağı harbi industriyadan da Şulayuk Soyuzdağı in iri yük maşınları zavodundan da vaz keçə almı. Formal yaktan industriyanın 80% üzəq dövlət, 18% Rusiya Federasiyası, həmtik 2%-ına Tataristan Avtonomiya Respublikası kulunda. Çistokdagi saat zavodunda Gorbachev'nin hususiləşdirə konsepsiyası tulsunca əməlgə qoyula. Zavod həm andagı maşinalar, profilaktik satıb alıngan, həm akça Moskvadagi Dövlət Bankasına cibərəlgən. İndi Soyuz bilən Federasiya pay məsələsində üzləri talaşsınlar deyib eytələr. Hər bir işçinin bir sımında aksioner, çünki eksport zakazları üstəmə tabış vadə idi. Zavod direktoru Respublikanın suverenlik kontrolu bilən kilişə Moskva'nın ekonomik politikasını tanqidli. Поэтому это было не только обидно, но и просто больно за то, что наш народ, который здесь проживает, я имею в виду всех, и татар, и русских, и мордвой, и чувашев, не имели того коэффициента, что ли, из центра положительного, который у нас имеет Прибалты. Я считаю, что когда мы перешли на суверенитет, а в первую очередь должен быть экономический суверенитет, мы будем хозяевами этой земли, на которой живем. Devlet qaramağındakı başqa kəsibxanələr bu məsələdə ul haddi dərdli tügüllər. Alarını modernlaşdırıq gerək. Politik həm ekonomik gələcəkinin bilgili bulmağı səbəbli investisiyadan tutulub qalına. Küpkünə işləb çıxar ürünləri, məsələn Şuşa ayak giyimi zavodu, müzeylik. Ultik Sırda tavar ciddiçiligi səbəbli günəşi. Bunda da material həm maşınlar cidmi. Hər nəsə deyərlik qul bilən işlənə. Moskva'dan yumuşak dirikilmegəndikdən sıfatı yukarı tügel, hatta enədə yox. Politik konfliktlarda programlanğan. Я думаю, что, учитывая те традиции, которые есть у татар, национальные традиции, татары никогда вообще не стремились через кровь, через силу решать эти вопросы, учитывая особый характер татар, я думаю, что мы избежим этой крови. Хотя определенной конфронтации с Россией, я думаю, неизбежна. Yaxşı həmdustlarca yaşab bulun Kazandaga küpkünə qatnaşdıqaqlar kürsətə. İlən üçər ikinci par çıxışları bilən Tatar həm uruz. Sovetlar Birliğinin başqa birginə başqalasında da şundu küp qatnaşnikah yox. Hanım Tatar, yer uruz. Bu Bayramova həm anın ittifak partisi üçün qatışqıç görünüş. Çünki təcrübə qatnaş qayillərdə Tatar dili həm tradisiyalarının yoxqa çıxın kürsətə. Gerçi parlar balaların iki tilli tip tərbiyələrə vadə bilsələr də, gündəlik durmuşda Rus dili hakimlik itə. Biz millial fikirlər, düşmanlıq sizə sizmi deyib bilirgətlədik.
Lakin baxıtqa küləgə düşürlük нәрсә yox. Разрешите для баварского телевидения один вопрос. Вот сегодня межнациональный брак состоялся. Вас кто-то заранее предупредил и сказал, что вот чем-то это не приносит счастья? Не приносит счастья? Да, межнациональный брак. А почему вы так думаете? Ну, нам говорили, что есть такие люди, которые предупреждают. Или вы... Если он по любви, почему же он не приносит счастья? Təminat ülkəsindəki ciddiysizliklərin cəyilə barığı səbəbli küplərinin politika bilən qızıqsını üçün vaxtı da tləqədə yox. İndi talon bulmu çatırıb, eylənirgə tləvçilər kilinlik talanmılar. Hər nəsə üçün talon kirək. Şulayda, məsələn, hər zurluqda gülmək, yararslı qalstuk tapılmı. Fatanın standart modelliğine var. Hatta küpkina Ruslarda suveren bulgan halde bəlkə hər günkü alış-veriş stresi bitər deyib ümid edələr. Məskəvinin planları ekonomikasından baş tartılacaq, lakin Rusiya bilən elimtədən tügil. İdil boyundakı Port şəhərində Rus tesiri ayrı çəkişli sizilə. Gorki üzünün anlatmalarında Kazanını məngiləşdirdi. Bariton Şalyapin Tugan şəhərindən тұрıb, dünyadakı opera sahnələrini yavladı. Tatarlar Bavariyaya oxşaş, irikli dövlət bulutunda xiyallanalar, üzlərin Slav dingizindəki utrav deyib hiss edələr. Multırmış bəysizlik gitirgətiyiş, lakin bugünkü gün karanğı. Əyində Kazandakı kolxoz bazarında dövlət kibitlərinə qaraganda 4 mərtəbəyə qiymətlərə satılsa da, canın tləgən hər нәрsə var. İgəncilər ciddisizlikinin həm bayram və Quebec çiratda tura almavçılarının buluğundan faydalanalar. Elbette hazır kibitlərə көп yürüyə almayım. Hazır kibitlərdə biz tləgən tovarlarda yox. Lakin şuna qaramasan yaşarga kerak, aşarga kerak. Şuna görə min köbrək indi özümə rizqni bazardan alırğa tırışam. Bazarlarımız da var, evdə var. Ulsun Qarak üzü yaşayan binanında Nemiş suğuş əsirləri tarafından salınğan bulun əytib gidə. Qızı işlərində yardımçısı həm tayanıcı. Çay rasyonlaşdırılğan bulsa da bir Tatar ailəsi üçün vaz keçilməzlik нәрсә. Balalar ənilərinin küp vaxt tələb etkən işçənliyinə qarşı tügillər. Qızı da millətinin mənfaati üçün kirəşüçü siyasətçi bulur qətli. Öydə tik tatarçağını söyləşilər. İri üçün başda bir qıyın bulğan, çünki ulu Urus muhitində üskən. Birlikte milletin için yaşasan indi o Fevziya Bayram və 12-ci iyunda Tatarstanda iki saylavının da ötkəlinə qarşı idi. Ruslarga Yeltsinni, ise Tatarstanda prezidentlik postu için birden bir kandidat bulgan Mintimir Şeymiyev'ə tavuş bir mümkünlüğün biri göz alında tutuldu. Millətçilər bunu suverenlikə xəyanət deyib eləsələr də, usta taktik, Məskəyev həm üzünün kiləcəkdəki söyləşib partneri Yeltsin bilən bərəlişir gətləmədi. Profesiyası boyunca injinier, həməllikli hökumət başlığı, saylav nəticəsinə Tatarstanın müstakillik kursu boyunca halıq fikrini çağıldırı digən bəyə də berilədib ıstarəvişdə anlattı. Saylavğa qatnaşıcılar sanı güngül qaytırlıq bulsa da, nəticəsi bir açıq buldu. 63%-dan kübrəgə birinci Tatar prezidentini yakladı. 17%-ına Yeltsinni Rusiya Federasiyasının prezidenti etib sayladı. Demək, küpkina Ruslar da Tatarstanın suverenliğini yaklab tavuş bildi. Bu, 1990-cı yılın 30 avqustunda Respublikanın parlamenti bəysizlik deklarasiyasını kabul etkəndə də şulayıq bulğan idi. За 241, против нет, воздержался депутат Бахтеев, 62 округ. Принимайте декларацию. Başqa respublikalar bunu bir də alqışlamadılar. Kürəsinələr üzlərindəki avtonomiyalarının Tatarstandan örnək alılarından qorxalar. Суверенитет, я считаю, политически, экономически полностью суверенитет у нас быть не может, потому что у нас все экономика интегрирована. Вот говорят, у Татарии много нефти, но у Татарии нет нефтепереработки, и она не может ничего, собственно говоря, продать в натуре, потому что натурально нет средств доставки этой нефти. То есть мы очень связаны. Поэтому из России нам никак уходить нельзя. Я считаю, что здесь вот
больше суверенитета политического и меньше суверенитета... Нет, дальше двигаться будет таким образом. Мы должны подписать союзный договор. Это цель, задача, союзный договор. И чтобы Российская Федерация и другие признали нас как самостоятельная республика. Мы будем бороться до конца. До конца. Пока мы суверенитет не получим, мы борьбу не остановим. Ama lakin bizim milletimizge karşı, bizim azadlığımızga karşı nindidir kişiler hücum edeyken, ul kişiler elbette Moskva yağından bulurga mümkün. Ul kişiler Rus milleti yağından bulurga mümkün. Çünkü Rus milleti ardında armiya tıra, KGB tıra, hem bütün Komünistler Partisi tıra. Eğer bizge karşı şunday kişiler var iken, bizim kulubuzda askeri yok. Bizim kulubuzda özümüzün saklarlık kişiler yok. Biz indi şu özümüzün gövdelerimiz bilen bulsa da azadlığımızı saklap kalırga amtılaşakbız. Elbette kıyılsa da bizim kan kıyılırga mümkün. Millətçilər Ruslar konfliktlərdən qorxub gitarlar deyib içlərindən ümid etdilər. Bir vaxtda vatanga geri qayıtıb urnaşırğa tiləyən tatarlar üçün yardım proqramı hazırlanğan. Lakin Turak həm təminat ülkəsindəki problemlər səbəbli ul əllərini nəticəli tügil. Tatarlar dünyanın türlü uçmaqlarından Tatarstan ekspresi bilən Moskvadan Tatarstanga bir kər atıb gilələr. Bunlar Germaniya, Şvetsiyada yaşayırlar. Başqa qonaqlar Amerika, Avstraliyadan. Alarını məxsus komitet qarşı ala. Alar İdil boyunda Sabantoyu digən unutulmazlıq tamaşa görəcəklər. Sabantoyu Respublikanın hər bıçmağında iyun ayının 6 azaqlarında ötkərirlər. Əlbəttə folklorda var, lakin birində proqramı yox. Tiləyən hər kişi qatnaşa ala. Şuşa ailə bayramına Ruslar da qatnaşa. Qayber oyunlar talep etken kuvvet hem ustalıq, bırıngı babalarının bütün Avropada kurkulgan atlıq askerlərinin suğuşçanlıq karakterin faş etdi. Bugünkü gündə də Tatarlar üçün Çin Cingüçi atqa əyərsiz atlanırqa deyiş. Lakin ün qarınlıqda bulub kürəş təşkil etdi. Sölgü bilən qarşısındakını avdarıb cilkəsin cirgət edirgən cingən bula. Cingüçi bilgili bulgançığa qadarı hər yaşda həm avarlıqda körəşilər. Tradisiya boyunca birinci bülək sarı keysə gecə təkəsi. Anın üstünə bu mərtəbə tüslü televideniya. Kartlar, biz indi küpdən dünyada bulmaganda da Sabantoyu bulacaq, ul mən geçəcək deyib eytələr. Yoxsa Tatarnıqı deyib eytərlik nərsələrini avullardağına görüb bula. Məsələn, Bayramvalarının avulunda. Bizge kadarımında birgine çitil kişisi bulmagan. Sunu 1 kilometre raklıktan Fevziyanın singlisi taşı. Ol okutucu Kiyev'e çıkmagan. Yaş illerinin barısı da avulunu taşlap gitken. Siyasetçi avul cirlerini taşlap gitini hem avullarının yukka çıgıvın tuktatu mümkün bular deyip ümit etdi. Ol tuğız tuğanı bilen şunda üsken. Anın etisi suğuştan invalid bulup qaytkan.
Şundan soň da Stalin rejiminde intikken. Onlar bik borçlular çünkü göreler turmuş bik ağır hazır, dünyalar bik ağırlık bilen bara. Politiklarga bigirek de ağır çünkü halkta anlap bitirmeyin bir yaktan, ikinci yaktan irik vermeyler, milli politiklarga bigirek de irik yok, üstlegen işlerge. Başta köpkene yerler Dünya Suguşundan avulga kiri qaytmagan. Şundan soň Moskvadan kelgen avul hujalygy ekspertlary külüne kurutkanlar, hem soňky çykda avul hujalygyn jimirgenler. Birden bir mescit, eç sınıflı mektep itip faydalanıla. Tatarça, çit til. Hazır okular rus tilinde bara. Biz okuganda barsı da Tatarça idi. Biz öz ana tilimizde bilim alaldık. Mine Soba mektebinde mesela Rusça bilim alıp çıkan balalar öz ana tillerin bilmiler. Mendan 10 şakırım yiraktagı avul indi ol. Hazır min politik işlikli bolarak Tatar balaları, mine şu kiçkine Tatar balaları benim avuldaşlarım, kiçkine singillerim, inilerim. Özlerinin tillerini unutmasınlar idi Tatar tilin. Tatar tilinde söyleş alsınlar idi, icat ite alsınlar idi. Hem bizden sonra milletimizni, tilimizni saklap kalalsınlar idi şu balalar. Yangırlı günlerde 7 kilometre raklıktaki mektepke barıga mecbur bulmagan konaklar için romantik görünür. Kış aylarında bürüller avulga kadar kileler. Bir evinin de mıltıgı yok, tıyılgan. Kolxozda eş urnu az, maşinalar, östeme cinseler jetmi. Abzadlar da, ambarlar da düzətülüge muhtaç. Lakin avul kişileri meşhur bulgan siyasetçilerine teltidirmiler. Fevziye Beyramovayla bütün halk üçün tırıştı. O barıp çıktı diye etme, barıp çıktı. Bizde şu Fevziye yoklu, Tataristan yoklu. Siz yardım etseniz, buna option kalpanca biz de yardım ederimiz deyip bizim işler ellenirse durdan değil. Fevziye'nin turmuşları kiyişekte oşar deyip ışanıp kalabız indi. İşke oşar. Ol birisi deyip eytik bir kemine şunu eytebiz. Ziyarette Əbə babanı iske alu. Alar Stalin Tatarlarga kirilitsanı tagudan elek Arap elifbasında Latinçanı da bilgenler. Hayırçilikten katılı için anıgın ukarga, bilim alırga əbəsindəgən. Əbəsinin tilini, tradisiyalarını saklav, Tatar bularak yaşap kalı turundaki sözleri unutulmagan. Fevziye Bayramova şuşu mirasını üz halkına kaldırgatli. Üz vaktında şair Tukay da Tatar tiline hayranlığın bildirgen idi. Bayramovaga kalsa ul Tataristanın gimni bulurga tiyiş. Şiir, bişik jırları hikayeler hem dualar arkalı öğrenilgen Tatar tiline turuluklu bulup kalırga çakra. Hikayet siler